Fərqli ailə dəyərlərində formalaşmış gənclər ikisi bir araya gəlib bir ailə quranda hər kəs öz bildiyi, gördüyü, doğru düzgün hesab etdiyi dəyərlər sistemindən çıxış edirlər. Oğlanla qız evlənirlər. Birinci gün problemləri yaranır ki, bunlar çörəyi harda saxlayacaqlar? Oğlan deyir ki, bizim evdə çörəyi qazanda saxlayırdılar. Qız deyir ki, bizim evdə çörəyi həmişə süfrəyə bükürdülər. Elimizdə məsəl var. Çəkişməsən bərkişməzsən. Yəni həm də ki, uzun ömürlü ailələrin həyatının təhlili. Yəni əgər qız öz çıxdığı ailə mühitində valideynlərinin münasibətindən məmnundursa, gələcəkdə öz qurduğu ailədə də anasının modelini qəbul edəcək və gənc oğlandan da atasının rol modelini gözləyəcək. Belə bir ifadə var ki, insanlar uzun müddət bir-biri ilə yaşayanda maraqsız olurlar. Bu kökündən yanlış olan bir şeydir ki, biri od olanda biri su olsun məsələsi. Və bu məsələdə də heç vaxt nəzərdə tutulmur ki, qadın od olanda kişi su olacaq. Yox. Karyera qurmaq istəyən qadın ərini və uşaqlarını gələcəkdə karyera qurmaq imkanından məhrum edir. Yəni karyera deyəndə mən ümumiyyətlə bu sözü xoşlamıram. Çünki bizim tərbiyə aldığımız Sovet dönəmində karyerist deyəndə bu təhqir idi. Qadın əvvəlcə bir yerə aid olur, sonra ona sahiblənir. Amma kişi əvvəldən o şeyin sahibidir və axıracan da onun sahibi qalır. Hər bir suala cavab vermək məqamında biz insanlığın fitrətinə baxmalıyıq. Fitrətinə uyğun bir şeylər doğru, düzgün cavabların tapılmasında istinad və yönəliş göstəriş məqamlarıdır. İkisi də oğlandı, üçüncü oğlum da olsun. Məsəl üçün, və yaxud da iki oğlum var, istəyirəm qızım da olsun. Sən də deyirsən ki, yox, bir sən nə var? İndiki həyat şəraiti belə, mən istəyirəm. İndi nə edəcəyik? Burada demokratik mənə bir yol göstər. Olmaz belə bir şey. Qız uşaqlarının ərə getmək yaşının 18 olunmağı, amma seksual həyatı 16 yaşından yaşaya bilməsi. Bu nə deməkdir? Bu nəyə yol açır? Bu hansı dəyərlərimizi izah edir? Hansı dəyərlərimizdən qaynaqlanır? Nə deməkdir bu? Hər kəsi salamlayıram. Bugün Sözün Özü proqramımızın qonağı olan psixoloq elmlər doktoru Elxan Bəylərovla ailə daxili münasibətlərdə, ailə daxili dəyərlər haqqında biraz ətraflı danışmaq istəyirik. Xoş gəlmisiniz müəllim. Xoş gününüz olsun. Necəsiniz, yaxşısınız inşallah. Əlhəmdülillah, şükür. Müəllim, bugün istəyirəm ki, gənclərin ailə daxili münasibətlərdə uyğunlaşma məsələsi haqqında biraz ətraflı onu açaq ki, problemləri, onu necə həll edə bilərik? Qısa bir o haqqda məlumat verək. Dəvətə görə təşəkkür edirəm. Sualın da hardan qaynaqlandığı barədə bir təxminlərim var. Son zamanlar ailə daxili münasibətlər, ailə dəyərləri məsələləri çox aktualdır, hər yerdə müzakirə olunur. Buna da səbəb boşanmaların statistikasıdır ki, bunun səbəbini bir çox yerdə axtarırlar. Görünür ki, ailə daxili münasibətlərdə uyğunlaşmaq məsələsi uğurla baş verməyəndə bir çox hallarda qısa evlilik müddətindən sonra boşanma kimi bir arzu olunmaz hala gətirir, çıxarır. Həqiqətən ailə daxili münasibətlər, ümumiyyətlə ailə münasibətləri kifayət qədər mürəkkəb, çoxcəhətli münasibətlərdir. Çünki fərqli mühitlərdə böyümüş, tərbiyə almış, fərqli ailə dəyərlərində formalaşmış gənclər ikisi bir araya gəlib bir ailə quranda hər kəs öz bildiyi, gördüyü, doğru düzgün hesab etdiyi dəyərlər sistemindən çıxış edirlər və bu zaman müəyyən ziddiyyətlər, müəyyən anlaşılmamazlıqlar yarana bilir. Şübhəsiz ki, təzə qurulan ailələrdə nəzərə alınmalıdır ki, gənclər arasında bir müddət uyğunlaşma, bir-birinə uyğunlaşma prosesi getməlidir. Çünki əgər ailə daxili münasibətlər, yəni ailə qurulmamışdan əvvəl şübhəsiz ki, bu gənclər bir-birini tanıya da bilərdilər. Bir yerdə müəyyən qədər vaxt keçirtmək, söhbətlər eləmək, bir-birinin dünya görüşünə, münasibətlərinə, bəzi sahələrlə bağlı dəyərlərinə tanış ola bilərlər. Ancaq bu hansı mühitdə baş verir? Hər ikisi öz evlərindən çıxırlar. Çox güman ki, valideynlərinin onlar üçün təmin etdiyi komfort mühitindən çıxırlar. Gəlib bir yerdə görüşürlər, xoş vaxt keçirirlər və
bir-birinə ünsiyyət münasibətdən zövq alırlar. Maraqlı vaxt keçirən sonra yenə hərəsi öz mühitinə qayıdır. Orada yenidən öz valideynlərinin qurduğu ailələrdə həyatlarını davam edir. Bir də var ki, onlar artıq ailə qurandan sonra ikisi bir araya gələndə artıq valideynlərin onlara yaratdığı komfort şərait və ani situativ hardasa görüşmək, maraqlı vaxt keçirmək kimi deyil, məişət problemləri ilə bağlı. Ailədə hər bir ailə özünün yerinə yetirməli olduğu funksiyalarla bağlı artıq müəyyən suallar yarana bilir, müəyyən problemlər ortaya çıxa bilir. Məsəl üçün, mən çox zaman təlimlərdə dediyim bir məsələ var ki, oğlanla qız evlənir. Bu əslində məntiq sualıdır. Bizim dəyər sisteminə bəlkə də aid deyil, amma hər halda bir situativ məsələdir ki, oğlanla qız evlənirlər, birinci gün problemləri yaranır ki, bunlar çörəyi harda saxlayacaqlar? Oğlan deyir ki, bizim evdə çörəyi qazanda saxlayırdılar. Qız deyir ki, bizim evdə çörəyi həmişə süfrəyə bükürdülər. Bizim mental sistemimizdən çıxış edəndə bu sualı auditoriyaya verəndə deyirlər ki, bu mətbəx məsələsidir, oğlan bura niyə qarışır? Amma əslində söhbət mental rol model funksiyasında bizdə necədir, başqalarında necədir? Yox, bu bir məsələdir. Bu problem başqa bir şeyin də üzərindən ola bilər. Məsəl üçün ki, evdə pərdələr hansı rəngdə olmalıdır? Və yaxud da ki, istənilən hər hansı bir. Sadəcə burada çörəyi harda saxlamaq bir məsələ kimi qoyulub ki, yəni belə bir ziddiyyət yaranır. Və hər kəs gördüyünə israr edərsə, artıq yəni münaqişə üçün bir zəmin yaranmış olur. Və burada bunlar üçün mən auditoriyada bu sualı verəndə müdavimlərdən kompromislər təklif eləməyi soruşuram. Ki, yəni baxın, burada heç kəs güzəştə getmək istəmir. Hər ikisini razı salacaq qərar qəbul olunmalıdır. Bir çox hallarda auditoriyada əvvəlcə çaşqınlıq yaranır, amma sonra bir qədər düşünməyə başlayanda kompromislər verə bilirlər. Ən birinci və ən çox işlənən kompromis odur ki, deyir çörəyi süfrəyə büküb qazana qoysunlar. Yəni ikisininki də oldu. Hə, amma bu ancaq o zaman olur. Həqiqətən bu iki nəfər problemin həllinə çalışırlar. Mən deyim olsuna yox. Baxın, o uyğunlaşma prosesi ki deyirik, orada hər iki tərəf bundan çıxış eləməlidir ki, bunun gördüyü, bildiyi, inandığı fərqlidir. Mənim gördüyüm, bildiyim, inandığım fərqlidir. Necə bunları, bu görüşləri barışdıra bilək? Yəni kompromisə gələ bilək. Elə olsun ki, burada hər iki tərəfi qane edən situasiya olsun. Adətən auditoriyada bu barədə çox düşünəndən sonra çoxlu sayda kompromislər verirlər. Hə, məsəl üçün biri öz çörəyini süfrəyə büksün, o birisi özünə aid olan çörək payını qazana qoysun. Və yaxud da ki, razılaşsınlar, bir gün süfrəyə büksünlər, bir gün qazana qoysunlar. Və yaxud da çörəyi o qədər alsınlar ki, heç səhərə çörək qalmasın. Və yaxud da qalan çörəyi doğrayıb qurutsunlar, qurumuş çörək eləsinlər, sonra sulu yeməklərdə istifadə eləsinlər, yəni qazana və süfrəyə qoymaqdan imtina eləsinlər. Və yaxud da qalan çörəyi, əgər həyat bacada toyuq, cücə, nəsə bir başqa canlılar varsa, onlara ikram eləsinlər. Yəni, bu nümunə onu göstərir ki, əgər hər hansı bir uyğunsuzluq meydana çıxarsa, gənclər onun həllinə yönələrsə, yəni bunu necə həll edək ki, hər ikimizin düşündüyümüzə uyğun bir qərar olsun. Hə, mütləq mən dediyim olsun anlamında yox. Necə edək ki, bir razılığa gələ bilək. O zaman mütləq çoxlu həll yolları çıxır. Mühüm olan problemə köklənməkdir. Şəxsiyyətlər arası münasibətlərə xələl gətirmədən. Çünki ola bilər də, əvvəlcə bu desinə yox, məsəl üçün qazanda bu üstünlüklər var saxlamaqda. O birisi deyəcək, yox, süfrədə saxlamaqda da bu üstünlüklər var. Bu zaman əgər kompromisin axtarmağındansa problemin dərinləşməyinə gedərlərsə, qısa zamanda problem şəxsiyyətlər arası münasibətə çevriləcək. Bu deyəcək ki, sən çox höccətsən. O deyəcək, hə, mənə höccət deyirsən, sən özün burada problem qaldı qıraqda, artıq başqa müstəviyə keçdi. Onda əlbəttə ki, bu inkişaf yolu başqa nəticələrə apara bilər. Uyğunlaşma problemi həmişə var olub. Uyğunlaşma problemi əslində gənclərin bir-birini daha da yaxşı başa düşməyinə, problemdə bir-birlərinə göstərdiyi münasibətlərdə bir-birinə olan dəyəri nümayiş etdirməkdə, bir-birinin dünya görüşünə, olar olmazına daha yaxşı bələd olmaqda bir müsbət funksiya rolunu oynayır. Mühüm olan o yaranan problemə kim nə cür münasibət göstərəcək? Elimizdə məsəl var. Çəkişməsən, bərkişməzsən. Yəni, həm də ki, uzun ömürlü ailələrin həyatının təhlili, uzun ömür bir ailədə yaşayan
yaşayan insanlara verilən suallar və alınan cavablardan məlum olur ki, o ailələrdə həmişə mübahisə yaradan, müzakirəyə səbəb olan məsələlər olub ki, bu məsələlər ətrafında gedən müzakirə, bu məsələlərin həllində hər iki tərəfin göstərdiyi fədakarlıq bu ailənin təməlinin möhkəmlənməsinə səbəb olub və nəticədə bu insanlar həyatlarında rastlarına çıxan daha mürəkkəb məsələləri həll etmək təcrübəsi qazanıblar və nəticədə uzun ömürlü bir həyat yaşayıblar. Budur ki, uyğunlaşma məsələsi çox vacib bir şeydir. Gənclər sadəcə olaraq buna necə doğru düzgün yanaşmaq lazım olduğuna öncədən hazır olmalıdırlar. Və yaxud da ilk belə problem yarananda özləri ötəsindən gələ bilmirsə, yaşlıların təcrübəsinə müraciət etməlidirlər. Bu zaman qaynata, qaynana, yəni valideynlər və yaxud da əgər o çevrədə bir ağsaqqal, ağ bir şey varsa, onların məsləhətinə müraciət edərlərsə, düşünürəm ki, gələcəkdə ortaya çıxan problemlərin həll istiqamətində təcrübə qazanarlar, sonra problemləri də özləri sərbəst şəkildə həll eləmək imkanı əldə etmiş olarlar. Allah razı olsun. İkinci sualım ailə daxilində rol model məsələsidir. Bu da çox maraqlı məsələdir. Adətən gənc qızlar qurduqları təzə ailədə rol model kimin öz analarını necə görüblərsə, o modeli seçmək istəyirlər. Oğlanlar da atalarını. Bu normal olan halda belədir. Yəni əgər qız öz çıxdığı ailə mühitində valideynlərinin münasibətindən məmnundursa, gələcəkdə öz qurduğu ailədə də anasının modelini qəbul edəcək və gənc oğlandan da atasının rol modelini gözləyəcək. Oğlan da buna uyğun olaraq atasını rol model kimi götürəcək, əgər məmnundursa çıxdığı ailədə valideynlər daxili münasibətən və qızdan da anasının rol modelini gözləntisi olacaq. Və bu əgər bir-birinə uyğun gələrsə, burada harmonik bir münasibətlər əvvəldən olacaq. Amma bunun belə olma ehtimalı çox-çox azdır. Çünki hər ailə özü bir dünyadır. Orada valideynlər arasındakı münasibətlər və övladların bu münasibətlərə olan münasibəti, yanaşması fərqli olur. Ki, birdən-birə qurulan ailədə hər şey ideal olaraq bir-birinə düz gəlsin, yəni bunun mümkün olma ehtimalı sıfıra yaxın bir şeydir. Burada mütləq bu baxışlara yenidən baxmaq, rol model məsələsinə yenidən baxmaq və razılığa gəlmək, kompromisə, uyğunluğa gəlmək məsələsi var. Ancaq bəzi mühüm olan məqamlar sabit qalmaq şərti ilə. Məsəl üçün düşünürəm ki, əgər ailə qurulubsa, bu ailənin bir başçısı olmalıdır. Başçısı olmayan bir təsisat, müəssisə, institut, bu ailə olsa belə, bunun sonu görünməyən bir dolaşıqlıq, ziddiyyətlər və nəticədə anlaşılmamazlıq və xaosa gətirə bilər. Çünki hər kəs inandığının yeganə doğru olan bir yanaşma olduğunu, mənim ailəmdə atamın rolu bu idi, anamın da ona qarşılıq verdiyi bu idi, mən bundan məmnunam. İndi mən atamın rolunu oynayıramsa, ailə qurduğum xanım da mütləq mənim anamın rolunu oynamalıdır. Burada temperament xüsusiyyəti, burada şəxsiyyət keyfiyyətləri, burada aldığı təhsil, burada dünya görüşü, bunlar hamısı nəzərə alınmadan belə bir şey gözlənti, tələb kimi qoyularsa, bu əlbəttə ki, vəziyyəti düzgün qiymətləndirməmək və doğru düzgün yönəlişə yönəlməmək anlamına gəlir. Burada başa düşmək lazımdır ki, orada o münasibət illərlə formalaşmış bir şeydir. Amma burada indi ilkdən birdən-birə belə bir şey gözləmək və bunu tələb kimi qoymaq əlbəttə ki, müəyyən risklərə gətirib çıxara bilər. Burada doğru düzgün olan odur ki, hər kəs öz valideyninin rol modelindən müəyyən müsbət şeyləri götürüb, amma qurduğu ailədəki yeni irəli çıxan şərtlərə uyğun olaraq bir optimal model seçməlidir. Gördüyü və müsbət hesab etdiyi modeli olduğu kimi təkrarlamaqla bir şey olmayacaq. Hər bir insanın yaşadığı dövr, o dövrdə şərait, ona uyğun digər münasibətlərdə mütləq öz təsirini göstərir. Burada yaradıcı yanaşmaq lazımdır. Gördüyüm, bildiyim budur, daha yaxşısını da qurmaq olar. Daha fərqlisini də qurmaq olar. Və onun da, o fərqlinin də öz verdiyi üstün, müsbət, bəlkə də bəzən də müəyyən əskik yönlər də ola bilər, amma bunlar hamısı bir ailənin harmonik dünyasının qurulmasında öz töhfəsini verəcək. Rol modellərdən müsbət şeyləri götürüb faydalanıb, amma öz modelini qurmalı olacaqsan. Çünki qarşındakı sənin atanın rol modeli yox, öz atasının rol modelinə uyğun davranmaq istəyən biri olacaq. Amma bu zaman o da
olduğu kimi, yəni kişi cinsi atasının rol modelini təkrarlamağa çalışmalı deyil. O da başa düşməlidir ki, oradan müsbətləri götürüb yeni bir özü üçün rol və model qurmalıdır. Odur ki, gənclər yaradıcı olmalıdır bu məsələdə. Onlar üçün onda bu daha maraqlı olacaq, daha cəlbedici olacaq, yeni şeylər açacaqlar, bir-birində yeni şeylər kəşf edəcəklər və həyat maraqlı olacaq. Belə bir ifadə var ki, insanlar uzun müddət bir-biri ilə yaşayanda maraqsız olurlar. Bu kökündən yanlış olan bir şeydir. İnsan sonsuz bir dəryadır. Sən ona yaxşı istiqamətdə nələrisə dəyişik bir şeylər təklif elədikcə, o sənə içindən elə hələ səni görmədiyin, heç təsəvvür eləmədiyin elə incilər, elə mərcanlar ortaya çıxaracaq ki, sən ona heç vaxt alışıb adiləşməyəcək. Ömür boyu sənin üçün maraqlı olan bir insanla qarşı-qarşıya olacaqsan. 100 ildə Allah ömür versə, həmişə bir-biriniz üçün maraqlı ola biləcəksiniz. Allah razı olsun. Bir də mənim bir digər məsələdə ailə daxili münasibətlərdə uşaqlıqdan, yəni əvvəldə olan travmaları ailənin gətirib mərkəzinə qoyaraqdan. Mən sualı başa düşdüm. Heç kəs uşaqlıq travmasını gətirib ailə daxili münasibətlərdə mərkəzə qoymur. O travmalar fonda öz təsirini göstərir. Arxa planda olur. Verdiyin stimula fərqli reaksiya alırsan ki, axı mən deyəndə bunu niyyət elədim. Nə üçün qarşılıq belə oldu? Orada fikirləşmək lazımdır ki, bunun hardasa bir kökü ola bilər. Bunun hardasa bir səbəbi ola bilər. Ona görə dərhal gördüyün fərqli reaksiyaya düşünülmüş müvazinətli yanaşma lazımdır ki, bunun kökündə başqa şey dura bilər. Yoxsa sən də fikirləşsən ki, mən buna nəsə üçün də can deyirdim. Bu niyə mənə birdən-birə qeyri-can dedi? Yəni ki, bəlkə səsinin tonu, bəlkə bunu deyərkən sərgilədiyin bədən dili, bəlkə nə isə bir şey uşaqlıq travmasından ona ironiya, ona rişxənd kimi, ona nə isə bir başqa bir şeyi xatırlatdı və verdiyi reaksiya səni çaşbaş salır. Və bu zaman sən, axı mən bunu elədim, niyə bunun mövqedən çıxış edəcəksən ki, şübhəsiz ki, problemlər get-gedə böyüyə bilər və anlaşılmamazlıq çata, sınığa, uçuruma səbəb ola bilər. Demək, başa düşmək lazımdır ki, bunun həyatında nə isə bir şeylər olub və bu indi verilən stimula reaksiyasının səbəbində hardasa nə isə bir başqa şeylər var. Hökmən deyil ki, məsələ o dəqiqə bu dəqiqə çözülsün ki, sən uşaqlıqda nə travma yaşamırsan? Yox. Sadəcə olaraq onun üstündən keçib müəyyən vaxtlardan sonra onsuz da insanlar öz keçmişlərindən, uşaqlıq xatirələrindən danışmağa meyillidirlər. Dinləyən olsa bəlkə bütün günü hər kəs öz uşaqlığından danışar. Bunu bir fürsət kimi bilib, bir söhbət əsnasında bəzi şeylərə toxunmaq olar. Biraz keçəndən sonra ki, belə bir şey oldu, mən belə dedim, düzü bu niyyətə dedim və gözlənti ilə bu idi, amma bu olmadı. Mən üçün qəribə gəldi, bu nədən olmadı? Əhval-ruhiyyənin yaxşı bir vaxtında əlbəttə ki, qarşı tərəf bir özünü analiz aparıb, bununla bağlı xatirələrini, keçirdiyi duyğu və hissləri danışa bilər və məsələ aydınlaşa bilər. Bəli, yaşadığımız travmalar bizim sonra ailə daxili münasibətlərdə çox ciddi təsirlər yaradırlar, ciddi konfliktlər yaradırlar. Doğru düzgün yanaşılmayanda çox arzu olunmaz nəticələrə də gedir. Bütün bunların hamısının bir ümumi, əgər prinsip desək, mental kökümüzdən gələn kişi-qadın münasibətlərində müəyyən sərhədlər var. Bax, o sərhədlər qəbul olunarsa qabaqcadan ki, biri od olanda biri su olsun məsələsi və bu məsələdə də heç vaxt nəzərdə tutulmur ki, qadın od olanda kişi su olacaq. Yox, biri od olanda biri su olsun məsələsini ona görə od kişi ola bilir. Çünki onun keçirdiyi bəlkə də uşaqlıq travmaları ilə yanaşı, cəmiyyətdə, mühitlə o daha çox ünsiyyət və münasibətdə olur. O həyatda daha çox stres yaşayır. Daha çox çıxılmaz vəziyyət, ağrı yaşadan, bəzən də çarəsizlik, bəzən də sınma, qırılma hadisələri ilə rastlaşır. Ailəni yaşatmaq, onu qorumaq məsuliyyətini öz üzərində hiss edən kişi ümumiyyətlə həyatı çox stresli olur. Bir çox mədəniyyətlərdə belədir. Ona görə bütün mədəniyyətlərdə kişi ömrü qadın ömründən əhəmiyyətli dərəcədə qısa olur. Kişi od olanda qadın su olmağı bacarmalıdır. Əslində bu nə deməkdir? Bu qadının geri durmağı deyil. Su odu söndürür. Kirim çatır? Yəni bu geriyə durmaq yox. Su olsan söndürərsən. Bu oddursa sən də odu alışacaq, ev yanacaq. Amma bu oddursa sən su olsan sən bunu da söndürəcəksən. Başa düşdün? Yenə qalib sənsən. Amma sən su olmaqla qalib gələcəksən. Çünki odu söndürmək üçün sən su olmalısan. Və nəhayət sən onu söndürürsən. Bu mənada ümumi milli mənəvi dəyərlərimiz
həmişə bizə istiqamət göstərən, ən çətin situasiyalarda doğru düzgün qərarı qəbul etmək üçün istinad nöqtələri olmalıdır. Çünki nəticədə əgər qalxan problem həmin anda pis bir şeyə gətirib çıxarmazsa, sonradan sakit başla hər şey çözülə və həll oluna bilər. Yəni milli mənəvi dəyərlərimiz mütləq və mütləq bizim ailə daxili münasibətlərdə istinad, yönəliş nöqtələri olmalıdır deyə düşünürəm. Əks halda bizim ailə dəyərlərimizdən heç nə qalmaz. Bir də müəllim, bu qadının solma məsələsini mən düşünürəm ki, qadın tərəfləri biraz səhv başa düşürlər. Çünki belə olduğu təqdirdə deyirlər ki, necə yəni biz hər şeydə siz dediniz, uzaq durmaq olmamalıdır, yəni yaxınlaşıb odu söndürməlidir. Nə edirik? Biz həmişə deyirik, biz müqayisəli rəsiyik. Həmişə yəni özlərini güya yəni o qədər şey deyir ki, travma almış kimi yoruluram da, yəni psixoloji olaraq. O qədər baxın, şərq fəlsəfəsində belə bir şey var. Kim sakitliyini qoruyub başqasının hirsinə qarşı onu da soyuda bilirsə, bu güc nümayişidir. Bu acizlik deyil, bu zəiflik deyil. Əgər kişi hirslənib özündən çıxıbsa, bu onun gücünə dəlalət eləmir, bu onun zəifliyini dəlalət edir. Hər hansı bir səbəbdən kişi zəifliyini aşkar şəkildə nümayiş etdirir. Qadın su olmaqla gücünü nümayiş etdirir. Sənin bu təpkinə qarşı, sənin bu davranışına qarşı mən sakitliyimi qoruyub saxlaya bilirəm. Çünki bunların təbiətində belə olmalıdır. İndi necə təsəvvür edirsiniz? Baxın da, qadın kişi üstə qışqırır, eləyir, məsəl üçün daha belə, kişi də yavaşca başını salır aşağı. Yəni o kişidən sabah döyüşçü olmayacaq. O kişidən sabah ailəni müdafiə edən bir kişi olmayacaq. Başa düşürsünüz? Yəni kişinin bu funksiyonu onun üstünə yükləyəriksə, biz onun bir çox zəruri, vacib olan ekstremal şəraitdə onu nümayiş etdirməli olduğu funksiyalarını öldürmüş oluruq. Amma Həzrət Əlinin bir sözü var. Deyir ki, məsəl üçün ən azı 5 şey var ki, kişiyə yaraşır, qadına yaraşmaz. 5 xüsusiyyət qadında var ki, qadını gözəlləşdirir, kişiyə yaraşmaz. Məsəl üçün incə, zərif bir səslə danışmaq. Təsəvvür edin, kişi necə yaraşarmı ona? Amma qadın o cür danışırsa, kişi əgər bir davranışında, hərəkətində qətiyyət bir şey olursa, görünür ki, bax, kişisindən. Qadının elə hərəkəti kişi ondan bir zərif, bir incə, biraz ürkək bir şeylər gözləyir və bu onun psixoloji olaraq cəlb eləyir. Görürsünüz, o qədər şey saymaq olar ki, kişiyə bəzəkdir, qadına yaraşmaz. Qadına bəzəkdir, kişiyə yaraşmaz. Kişi oda olanda qadına su olmaq nəinki yaraşır, bu onun gücü, qüvvətidir. Çünki güc nümayiş elətdirir. Bax, sən özünü idarə edə bilmədin. Sən çıxdın özündən. Amma mən buna rağmen özümdəyəm. Yəni, mən fitrətimə uyğun davranıb səni söndürəcəm. Bu cür yanaşılmalıdır. Və bu o demək deyil ki, biz təqdir edirik ki, kişi elə hirslənsin, coşsun, daşsın, qadın da işi. Yox. Amma olarsa elə bir şey, yəni kişi nəzarətini itirərsə, kişi öz fitrətindən yayınıb eləyərsə, qadın fitrətinə sadiq qalmağı bacarıb gücünü nümayiş etdirməlidir. Çünki qadın evi təmsil edir. Ocağın sakitliyin, rəvanlığın, onun müvazinətini, onun rahatçılığını təmin edir. Kişi çöldən gələndə özü ilə bir çox yükü, emosional yükü, psixoloji, fiziki yorğunluğu çox evə gətirir. Yaxşı olar ki, gətirməsin. Amma bu bir qayda olaraq belə olur. Bu zaman qadın onun stres qovanı, yorğunluğunu alanı, psixoloji terapiyasını bunun qadına düşən və yaraşan budur. Yox, indiki o ki sözlər ki var, qadın karyera qurmaq istəyir, qadın müstəqil, maddi, yəni ki bu onun fitrətinə uymayan bir şeydir. Karyera qurmaq istəyən qadın ərini və uşaqlarını gələcəkdə karyera qurmaq imkanından məhrum edir. Çünki bütün karyera quran uşaqların anaları, kişilərin qadınları özlərini onlara həsr eləyəndə onlar karyera qura bilirlər, həyatda uğur qazanırlar. Və bu qadına yaraşan budur. Çünki ocaqdan aldıqları rişədən, ocaqdan aldıqları ilhamdan, ocaqdan aldıqları etimaddan, gücdən, etibardan kişi də, uşaq da həyatda öz yüksəlişini təmin edir. Və onların bütün hamısının yüksəlişi əslində qadının yüksəlişidir. Amma qadın özü tək karyera qursa, onların hamısının karyeralarına artıq necə ki Hacı Zeynalabdin Tağıyev vaxtında demişdi ki, bir qadın təhsilli savadlı olarsa, bir ailə savadlı olacaq. Bir kişi savadlı olacaqsa, elə yenə bir kişi savadlı olacaq. Odur ki, burada onun tərsidir. Qadın karyera quracaqsa, ailə karyera qurmayacaq. Amma qadın özünün ailəsinə həll edini, ailənin bütün üzvləri karyera qura biləcək. Yəni karyera deyəndə mən ümumiyyətlə bu sözü xoşlamıram. Çünki bizim
tərbiyə aldığımız Sovet dönəmində karyerist deyəndə bu təhqir idi. Karyera qurmağa can atan insana bu təhqir gözü ilə baxırlar. Çünki insanın həyatda mənası karyera qurmaq yox, yaşamaq olmalıdır. Yaşamaq, yaşatmaq, başqalarını xoşbəxt edib özü də xoşbəxt ola bilmək. Amma məqsəd nəyəsə nail olub, hansısa vəzifəni əldə eləmək, hansısa mövqeyi əldə eləmək, bu həyatın mənası olanda həyat yaşanmır. Həyat mübarizə meydanına çevrilir, qaçış meydanına çevrilir. Sonda baxanda arxada nə görürsən? Məsəl üçün nümunə göstərək, Steve Jobs'u nümunə göstərək, karyera qurdu, ömrünün sonunda bir vəsiyyətnamə yazdı. İnternetdə var, hər kəs baxa bilər. Mən ömrüm boyu can atdım və hər şeyə nail oldum. Sonra gördüm ki, hamısı bunlar boş şeymiş. Və özündən sonra gələnlər üçün doğru düzgün necə yaşamaqla bağlı tövsiyəsini yazdı, qoydu vəsiyyətnamə kimi. Yəni, bir-birinizə olan münasibətinizdir dəyəriniz. Bir-birinizə olan münasibətdir sizi yaşadan. Həyatda bu son ömrünü yaşadığı anda dərk elədiyi oldu ki, kimlərinsə xətrinə dəydi, kimlərinsə sərt münasibət göstərdi və işdə uyğun müəyyən şeylərə nail olmaq üçün işgüzar şərait deyilən, işə münasibət edən bir şeydir. Onların hamısının sonra nə qədər puç, mənasız bir şey olduğunu dərk elədi. Yaşanmış bir insanın Oscar mükafatı alan bir aktyor, indi bu dəqiqə tərs kimi adı yadımdan çıxdı, mükafat alarkən belə bir çıxış eləyib. Mən çox istəyərdim ki, hamı mənim kimin həyatda qoyduğu bütün məqsədlərə nail olub, mənim kimin bütün arzularına çataydı və sonra görəydi ki, bütün bunlar hamısı boş şeymiş. Yəni, həyatda görünür ən böyük arzusu Oscar almaq imiş. Oscar'ı alanda hiss eləyib ki, dəyməzmiş. Odur ki, biz karyera qurmaq, nəyəsə nail olmaq, bu həyatda ən böyük qəhrəmanlıq ləyaqətli, sadə bir insan həyatını yaşamaqdır. Elə bir həyat yaşamaq ki, etdiklərinə görə peşman olmayasan, mümkün qədər az qəlb qırasan, az insanlara pisliyin dəymiş ola, səndən narazı olan insanların sayı az ola. Əgər belə bir həyatı yaşayarsa insan, bu həyatda ən böyük qəhrəmanlıqdır. Çünki digər qəhrəmanlıqlar hansına görə ki, adama mükafatlar verirlər, təltiflər verirlər, müəyyən, onlar situativ olan bir şeydir. O cür qəhrəmanlıqlar anda baş verir, müəyyən zaman kəsimində baş verir. Amma davamlı olaraq insan dəyərlərinə sadiq yaşamaq ondan böyük qəhrəmanlıq yoxdur. Çünki nəhayətdə o insana həyatının sonunda məmnuniyyət gətirir. Sonu gözəl olan həyat gözəldir. Belə bir duamız da var. Deyir ki, Allahım sən mənim həyatımın ən gözəl çağını ömrümün sonuna nəsib et ki, çünki gözəl bitən bir şey nə qədər əvvəli çətinlik, keçmə-keçdi olsa da sonu gözəl bitən bir şey gözəldir. Bütün yarışların sonu, yəni onu sonda bilinir. Ola bilər ki, bütün yarış boyu mən kimdənsə qarşıda olam. Əgər yekunda mən geri qalacamsa, demək bütün o yarış boyu qabaqda olmağımın artıq heç bir mənası yoxdur. Odur ki, insanın həyatının sonunda məmnuniyyət hissi duyması ki, mən bu həyatı yaşadım və mən bu yaşadığımdan məmnunam və vicdan əzabı çəkmədən həyatımı başa vururamsa, bu çox vacib bir şeydir. Yoxsa mən nələrsə nail oldum, amma nəyin hesabına? Nə qədər könüllər qırdım, nə qədər qohum-əqrəbə məndən narazı qaldı, ailəm məni nə məmnun edəcək? Bir Avstraliyalı tibb bacısının yazmış olduğu bir kitab var. O, bu ömrünün sonunu yaşayan insanların tibb müəssisəsində 20 ya 30 il işləyib, hospice deyirlər o müəssisələrə. Yəni xərçəngdimi, nəsə bir başqa vərəmdimi, bəllidir ki, diaqnoz qoyulub. Ömrünün sonuna bir həftəmi qalıb, bir ayımı qalıb. Bax, elə palatada, xüsusi xidmət altında saxlanılan xəstələrin palatasında uzun müddət işləyib, o xəstələrlə ünsiyyətdə olub, sonra bir kitab yazıb. Ömrünün sonunu yaşayan insanların təsvir etdikləri 5 şey. Çox diqqət görərdim ki, o yazı ilə dinləyicilərimiz tanış olsunlar. Görsünlər ki, onların içərisində çox zəngin insanlar, çox məşhur insanlar olub, yüksək məqamlara çatan insanlar olub, müxtəlif sahələrdə. Amma onların təsvir etdiyi o 5 şeyin içərisində mövqe, məqam, maddiyyətlə bağlı, dünya ilə bağlı heç nə yoxdur. Hamısı hiss, duyğu və təəssüratlarla bağlıdır. Odur ki, bəzən biz həyatımızı mənalandıran şeylərə az əhəmiyyət verir, amma əslində sonradan ciddi bir əhəmiyyət kəsb edən şeyləri məqsəd, məram kimi qarşımıza qoyub yanlış hədəflərə doğru gedirik. Sonradan bu dərk olunur, amma sonraki peşmançılıqda fayda
vermir təəssüf ki. Bəli, növbəti sualım ailə-daxili münasibətlərdə aid olma və sahiblənmə. Hə, bu məsələyə əslində bayaqki suallarda mən cavab verdim. Bizim keçmişimiz çox möhtəşəm və qüdrətli olub. Bizim atalar məsələləri ilə bağlı mən çox maraqlı araşdırmalar apardım və gördüm ki, bizim atalarımız dahi olublar. Onların təcrübədən, fəhmlə dedikləri elə müdrik kəlamlar var ki, neuroscience elmi onu indilərdə artıq sübut eləyə bilir ki, bu şey həqiqətdir. Bizim atalarımızın dediyi məsələlər çoxsu zərgər dəqiqliyi ilə deyilmiş məsələlər. Baxın, bizdə deyimdə belə bir şey var, deyir ki, kişi evlənir. Qadınla bağlı demirlər qadın evlənir. Deyirlər qadın ərə getdi. Kişi evləndi. Yəni kişi evlənir, ev qurur. Qadın ərə gedir. Gedirsə o harasa gəlir. Hara gəlir? Kişinin qurduğu evə gəlir. O evə sahiblənməyə gəlir əslində. Amma bu evin artıq sahibi var. Qadın o evə aid olan bir insan kimi gəlir və sonra o da o evə sahiblənə bilir. Ona görə qadın əvvəlcə özünü aid etməlidir bu ocağa, sonra onun sahibinə çevrilməlidir. Dünyaya uşaq gətirdiyi andan o ocağın artıq sahibidir. Çünki o nəslin davamçısı artıq onun bətnindən dünyaya gələn uşaqdır. Bunların heç biri elə belə deyil. İnsanlar neçə əsrlərdir, qərnələrdir yaşayıb bir təcrübə qazanıblar və bundan çıxış edərək deyirlər. Qadın əvvəlcə bir yerə aid olur, sonra ona sahiblənir. Amma kişi əvvəldən o şeyin sahibidir və axıracan da onun sahibi qalır. Çünki onun həm dolanışığı, həm onun qorunması. Baxın, adətən bizim qadınlar, indi karyera qurmaq təzə dəb düşüb də. Adətən qadınlar nə edir? Bir müəllim, bax bütün indi müəllimlərimizin 90%-dən çoxsu qadındır. Niyə? Rahat sənətli bir orta maaşı var. Əvvəllər müəllimlərin maaşı çox aşağı idi. Oğlanlar ona görə müəllim olmurdular. Çünki müəllim olsaydılar ailə saxlaya bilməyəcəkdilər o maaşı. Amma qadınlar rahat olurdular. Çünki ailə saxlamaq məsuliyyəti onların üzərində deyildi. Elə buradan aydın olur ki, kimin üzərindədir məsuliyyət? Kişilərin çoxsu köçüb xaricdə işləyib pul göndərirdilər ki, ailələrini saxlaya bilsinlər. Mən demirəm bu yaxşı bir təcrübədir. Burada da çox mənfi yönləri var. Amma hər halda kişi vətənini də tərk eləyir. Nəyə görə? Ailəni saxlamaq lazımdır. Qadın isə səhər getdi, axşam gəldi, indi maaşı hər nədirsə, yəni ailəyə dəstəkdir, köməkdir olsun, amma ailəni saxlamaq məsuliyyəti onun üzərində deyil. Odur ki, burada dəqiq başa düşmək lazımdır ki, qurulan bir şeydə kim ora aiddir və onun sahibi kimdir. Amma yenə deyirəm, hər ikisi sahibidir. Amma əvvəlcə qadın aid olur, sonra sahiblənir. Amma əsas sahib hansı ki, biri var onun içəridəki dünyasının sahibidir, var ki onun bütünlüklə sahibidir. Kişi onun ailəsinin bütünlüklə sahibidir. Orada hər bir kəsi qorumaq üçün kişi həyatında olan hər şeyi ortaya qoymaq niyyətində, fikrində və yönəlişindədir. Çünki bu onundur, o ona görə və kişi psixologiyası belədir. Bilirsiniz, bununla bağlı mən dedim də bizim atalarımız dahi olub. Amma onların içindən də bəlli olan dahilər ki, Nizamisidir, Nəsimisidir, Füzulisidir. Bunlar, məsəl üçün, Nizaminin mən bu yaşda qərara gəldim ki, Xosrov və Şirini təzədən oxuyam. Çünki orada çox maraqlı mətləblərə toxunulur. Hər kəs ki, cananın sevər canı üçün, canın sevər. Hər kəs canını sevər cananı üçün, cananın sevər. Orada iki məhəbbət var idi. Xosrov Şirin, Fərhad Şirin. Fərhad sadəcə Şirinin var olmağından xoşbəxt idi. Onun sevgisi bir qədər ilahiləşdirilmiş bir şeydir. Şərtsiz sevgi idi. Hər nə olursa olsun, Şirin varsa mən xoşbəxtəm. Və ona xəbər gələndə ki, Şirin öldü, onun ürəyi partladı, öldü. O Şirindən heç nə istəmirdi. O Şirinin var olmağını istəyirdi. O olmayanda da onun ürəyi partladı. Amma Xosrov elə deyildi. Xosrov deyirdi ki, Şirin ya mənim olacaq, ya Şirin olmayacaq. Yəni heç kimin olmayacaq. Ya mənim olacaq, ya öləcək. İndi belə baxsaq, biz hamı deyəcək ki, Fərhadın məhəbbəti müqəddəs idi. Yəni ki, ülvi idi, şərtsiz idi. Yəni ananın balaya məhəbbəti kimi şərtsiz bir şey idi. Amma mənim üçün maraqlıdır. Əgər Nizaminin məsələyə münasibəti belə idisə, niyə Şirin Xosrova qismət oldu? Şirinin fikrini bilirikmi? Şirin əslində kim istəyirdi? Kimin məhəbbəti onun üçün cəlb edici idi? Nizaminin əsərinə psixoloji yanaşma versək, məlum olacaq ki, Şirin Xosrovu istəyirdi. Çünki niyyətin hara, mənzilin ora. Onda sual yaranır. Şirin o cür Fərhadın məhəbbəti ola, niyə Xosrovu istəyirdi? Bunun qadının fitrətində nə var idi? Xosrovda sahib olmaq. Mənim olacaq. Qadın aid olmaq istədi. Odur ki,
hər bir suala cavab vermək məqamında biz insanlığın fitrətinə baxmalıyıq. Fitrətinə uyğun bir şeylər doğru, düzgün cavabların tapılmasında istinad və yönəliş göstəriş məqamlarıdır. Yoxsa mən belə düşünürəm, belə olsa gözəl, ay demokratiya olsun ailədə. Hə, oturaq konsensusa gələk. İndi mən getmək istəyirəm qohumgilə, sən də deyirsən ki, mən də istəmirəm. İndi nə edəcəyik? Hə, onda mən gedim, sən getmə. Bu oldu bir. Sabah biz bunu edək, sən deyirsən edək, mən deyirəm etməyək. Nə olsun? Yarısını sən bəlkə elə bir situasiya olacaq ki, orada daha mən gedim, sən getmə söhbəti olmayacaq. Bunu ya ikimiz eləyəcəyik, ya ikimiz eləməyəcəyik. Məsələn, dünyaya uşaq gətirmək lazımdır. Mən istəyirəm, sən deyirsən ki, yox. Mən ailə planlaşmasında fikrim var, belə elə. İndi nə edək? Bunu artıq ikimizin edəcəyimiz bir şeydir. Burada mən tək heç nə edə bilməyəcəm, sən də tək heç nə edə bilməyəcəksən. Mən üçüncü uşağı istəyirəm, sən istəmirsən. Nə edəcəyik burada? Sən deyəcəksən ki, məsələn, qadın deyəcək ki, bu mənim sağlamlığımdan, nəysə belə bir şey, mən bunu istəyirəm, mən buna ehtiyac duyuram ki, mənim məsəl üçün də indi fərz edək, mən qız oğlan məsələsinə görə demirəm bunu. Amma mən istəyirəm ki, belə ikisi də oğlandır, üçüncü oğlum da olsun. Məsəl üçün, və ya da iki oğlum var, istəyirəm qızım da olsun. Sən də deyirsən ki, yox, bir sən nə var, indiki həyat şəraiti belə, mən istəyirəm, indi nə edəcəyik? Burada demokratik mənə bir yol göstər. Olmaz belə bir şey. Olmaz belə bir şey. Həyatımızda, peyğəmbərlərimizdən misal var. Qadın əri üçün uşaq dünyaya gətirməyəndə, özü məcburi onu başqasına evləndirib ki, o dünyaya uşaq getirsin. Yəni, bunun nəsli kəsilməsin. Koroğlunun nümunəsi. Nigardan uşağı olmadı. Nigar dedi ki, mənə görə sən niyə sonsuz olasan? Evləndirdi onu kənizinə mi? Nəsə oğlu oldu. Yusuf Peyğəmbərin atası. İki həyat yoldaşının hər biri onu öz kənizinə evləndirdi ki, qoy onun oğlu uşağı çox olsun. Niyə də olmasın? İndi söhbət bu dəqiqə o keçmişdə olanların bugün yaşanmasından söhbət getmir. Mən sadəcə keçmişdən nümunələr göstərdim. Amma indi kişinin ixtiyarı var da deyək ki, mən istəyirəm ki, mən 3 dənə övladım olsun. Qadın da deyəcək ki, yox, bir sən nə var? Yox, sağlamlığıma görə, formama görə, nə bilək, əslində bir şey düşünüb səbəb kimi başqa şeyləri göstərə də bilər, düzdürmü? Burada çıxış yolunu necə tapacağıq? Nə təklif eləyir demokratiya? Mənim üçün çox maraqlı. Və yaxud da, yəni mən bu məsələləri uzada bilərəm. Burada təkcə uşaq məsələsindən söhbət getmir. Burada bir aidiyyəti olmaq və bir sahiblənmək məsələsi var. Hə, danışmaq olar, amma hər ikisinin ehtiyacı ödənməlidir. İndi burada mən istəyərdim ki, kimsə bir kompromis versin. Kompromis var. Amma insanlar elə bir inkişaf yolu, yanlış inkişaf yolu, süni, saxta inkişaf yolu seçiblər. Saxta dəyərlər uydurublar cəmiyyət üçün. Hansı ki, heç nəyə uyğun deyil. Və saxta və süni dəyərləri də özlərindən yox, kənardan götürüblər. Hansı ki, kənar o dəyərlərin hamısını artıq imtina edib, ümumiyyətlə dəyərsiz bir şey yaşayırlar. Kişi kişi ilə, qadın qadınla evlənir. Üçüncü, dördüncü cinslər meydana çıxır. Üçüncü, dördüncü ailə modelləri qoyublar ortaya. 2 qadın, 1 kişi, 2 kişi, 1 qadın, nə bilim, başqa formaları var. Baxın internetdə. Fəlsəfə yaradıblar, free child, uşaqsız ailələr. Yəni ki, yaşayaq da özümüz üçün, uşağı nə edirik? Yəni biz ora mı gedirik? Götürdüyümüz o süni dəyərlər və yanaşmalar Qərb dünyasının uydurduğu bir şeylərdir ki, bizə sırıdılar, özləri ondan imtina edirlər, biz hələ onun yük altında qalmışıq. Gender bərabərliyi, ailə planlaşması saxta ideyası ilə bizim ailə institutumuzu dağıdırlar. Bunun heç birinin elmi əsası, psixoloji əsası, fizioloji əsası, heç bir əsası yoxdur. Bu yığılma süni şəkildə formalaşmış fikirlərdir. Heç birinin də elmi əsası yoxdur. Heç bir adam polemikaya çıxıb mənə izah edə bilməz ki, əgər iki cütlük, həyatda olan hadisəni deyirəm, iki cütlük bir-birini sevirdi və təmiz məhəbbətlə də sevirdi. Amma uşaqları olmurdu. Qadın kişiyə təklif edirdi ki, məni boşa, başqa bir ailə qur. Kişi dedi, mən səni boşamaq istəmirəm. Amma ikinci ailə qurmağa da qanun icazə vermir. Və onların artıq ikisi dünyasını dəyişdi və onlara varis çıxan olmadı. Başa düşürsünüz, insanların uydurduğu dəyərlərdən cəmiyyət inkişaf edə bilməz. İnsanı yaradan onun fitrətinə uyğun qaydalar verib. Çox təəssüf ki, bizim bəzi qaydalarımız yaradanın qoyduğu qaydalara zidd qaydalardır. Bu qaydalar, qanunlar həyatda işləməyəcək və çox əyintilərə, yayınmalara səbəb olacaq, iyrəncliklərə səbəb olacaq, amma insanları doğru yola qayıtmağa imkanları əngəlləyəcək. Ona görə hər hansı bir qanun qəbul olunarsa, istənilən sahədə baxmaq lazımdır ki, yaradanın dediyi bu barədə nədir? Bu qoyduğum qayda onun qaydasına zidd getmirmi? Getmirsə qəbul edək. Yox, gedirsə, onda düşünmək lazımdır. Ən azı ictimai rəyi öyrənmək lazımdır onunla bağlı. Məsəl üçün,
qız uşaqlarının ərə getmək yaşının 18 olunmağı, amma seksual həyatı 16 yaşından yaşaya bilməsi. Bu nə deməkdir? Bu nəyə yol açır? Bu hansı dəyərlərimizi izah edir? Hansı dəyərlərimizdən qaynaqlanır? Nə deməkdir bu? Bunu o qərarı qəbul edən və o qərarın qəbulunu təklif edən insandan soruşmaq lazımdır. Sən nə istəyirsən bu cəmiyyətdən? Necə olacaq ki, 16 yaşından bu seksual həyat yaşayacaq, ancaq 18 yaşında ərə gedə bilər? Hansı yola sürükləyirsən sən bu gənci? Belə olduğunu bilmirəm. Və yaxud da ki, təhsilimizi Heydər Əliyevin vaxtında, Ümmü Nizərin vaxtında 11 illik təhsil icbari idi. İcbari təhsili 9 ilə endirəndə, 9-cu sinifi bitirmiş uşaq məktəbdən kənarlaşırsa, əskər gedə bilməz, işləyə bilməz, ailə qura bilməz, bu nə işlə məşğul olmalıdır? Bu qərarı, bu qanunu qəbul edənlər düşünürmü cəmiyyəti? Hansı istiqamətə yönəldirlər? Orada peşə təhsilini icbari eləyək. Nəyi? Axı, ola bilməz belə ki, bir toplum, gənclik yaranacaq ki, işləmək də olmaz, əskər də getməyəcək. Ayda bunlar nə işlə məşğul olacaq sizcə? Özdə oxumayanlar kimdir? Yarın ki, müxtəlif davranışlara meyilli uşaqlar. Ziyanlı, biz onları cəmiyyətə Potensial bir risk yetişdirir. Potensial bir risk qrupu kimi yetişdiririk. Qanunlar qəbul olunanda mütəxəssislərdən fikir soruşulmur. Məsəl üçün, psixoloji yardım haqqında qanun qəbul olundu. Bu qanun olmalıydı, psixoloji xidmət haqqında qanun. Psixoloji yardım onun tərkib hissəsi olmalıydı. Tibbi xidmət var, tibbi yardım, təcili tibbi yardım onun bir hissəsi kimindir. Amma psixoloqların rəyini soruşdular. Məsəl üçün, mən mənfi rəy verdim ki, qanun olmalıdır psixoloji xidmət haqqında. Onun içində də psixoloji yardım da, yəni xüsusi hallarda bir bənd kimi ayrıca təsnif oluna bilər. Amma bildiyimə görə çox mənfi rəy verən oldu. Amma bunu irəli sürənlər psixiatrlar idi. Psixiatrlar üçün psixiatrik yardım qanunu var idi. Onun analogi kimi psixoloji yardım haqqında qanunu qəbul etdirdilər. Bu absurd bir şeydir. Çünki məktəbdə psixoloji yardım yox, psixoloji xidmət var. Bura məktəb psixoloqları yardım göstərmir, xidmət göstərir. Bəs yardım olan halda xidmət olmadı. Çünki geniş məfhum dar məfhumun içində ola bilməz. Qanun olmalıydı, psixoloji xidmət, psixoloji yardım da onun içində olmalıydı. Amma qanun qəbul olundu psixoloji yardım kimi. Xidmət onun içində necə ola bilər? Bu yardım var. Daha dar anlayış, daha geniş anlayışı özündə etibar edə bilməz. Qanunlar qəbul olunanda mütəxəssis fikrini soruşmurlar. Soruşanda mütəxəssis fikri biləndə yenə bildiklərini edib ona da baxmırlar. Qanun da sonra yəni kəllə çarx olur. Bir də mənim son sualımız, yaxşı bir evlilik üçün cütlüklərin hər daim bir-birlərinin yanında olmaları, özlərinin bu qərbin də bizə dayatmış olduğu, dirənmiş olduğu şey fərqli bir hər kəsin çevrəsi olmalı, hər kəsin ayrıca. Məsəl üçün mənim bir qonşum var idi, bu yaxında xaricə getmişdi, Almaniyaya getmişdi. Arendaya götürdüyü avtomobillə qəza eləmişdi və qalmaq məcburiyyətinə qalmışdı bir müddət orada. Və qaldığı müddətdə boş keçməsin deyilən elə taksi sürücülüyü eləyib. Yəni ki, həm dolanışsın, həm də ki, çox qəribə bir şey gördüm. Ailələr orada belə idi. Deməli, əgər uşağı kiminsə yanında adətən qoymaq heç istəmirlər də. 6-cı günü qadın qalır uşağın yanında, kişi gedir weekenddə, həftə sonuna. Bazar günü kişi qalır uşağın yanında, qadın gedir. Yəni hər kəs bunların weekenddə ayrı-ayrı olur. Buna hətta deyirlər ki, bir-birimizdən dincəlmək. Əgər bu insanlar bir-birindən dincəlmək istəyirlərsə, o ailə həyatı haqqında heç nə deyə bilmirəm. Əslində bizim həyat fəlsəfəmizdə ailə fəlsəfəsi belədir. Qadın artıq gedir, kişi gedir çöldə işləməyə. Artıq qadın onun üçün evdə darıxır və darıxmalıdır. Kişi hər gün gedir və o gələnəcən qadın onun üçün artıq biraz darıxmış olur. Və ondan daha çox vaxt keçirmək istəyir. Onlar bir-birindən yorulacaqlarsa, o sadəcə birgə yaşayışdır. Yəni ki. Çünki məhəbbətə çox fərqli təriflər verənlər var. Bir, məhəbbət toxunuş arzusunda olmaqdır. Ancaq biz nədən danışırıq? Bir-birindən dincəlsinlər. Yəni, qadının çevrəsi onun ailəsidir. Kişi çöllə bağlı olduğuna görə, çöldə müəyyən bir çevrəsi ola bilər. Amma çöldə olarkən evi üçün, qadın üçün darıxmalıdır. Və normal olan budur. Kişi çöldə evi üçün darıxacaq, qadın evdə kişisinin gəlməsi üçün darıxacaq. Əgər bir-birindən dincəlmək, ayrı vaxt keçirmək, ayrı nəsə bir şey, bu ailə deyil. Ailə institutu bundan normal təyinatını, funksiyasını yerinə yetirməyinə mənim etimadım yoxdur. Çünki gördüyüm və yaşadığım da, duyduğum da budur ki, insanlar bir-biri üçün darıxmalıdır.
Nümunə göstərə bilərəm, bayaq o dediyim. Məsəl üçün, mən yoldaşımla harasa gedirəmsə belə, o deyir ki, kəş nəvələrimiz yanımızda olaydı, ya qız uşağın flankəs yanında olaydı. Baxmayaraq ki, onlar yanında olanda əziyyət düşür buna, yük düşür buna. Buna istədik, amma yenə də onlarla nəfəs alır, onlar üçün darıxır. Mən ailəni belə təsəvvür edirəm. Bir yerdə onda kəş ki, flankəs də yanımda olaydı. Yox, mən flankəsdən biraz dincəlim, yəni bilmirəm. Şərq mədəniyyətinə, şərq ürəyinə, şərq qəlbinə mən bunu yaraşdırıram. Bilmirəm, danışdıqca ağlıma gələn bir sual da vermək istəyirəm. Bilmirəm, adətən evin içində və çölündə iş bölümü olur da ki, çöldə olan işləri ancaq kişi görür, içəridə olan işləri isə qadın görür. Qərbin bizə dayatdığı bir şey var ki, evdə işlərdə də artıq bölünmələr qadın tərəfə olmalı, hətta gündəlik bölünmələr, məsələn, həftənin müəyyən bir şeyində qadın, müəyyən bir şeyində kişi ev işi görməlidir. Bunu da biraz aydınlıq gətirmək istəyirəm. Açıq sizə deyim, qərb dünyasında mən bunu tutarlı dəlillərlə sübut edə bilərəm. Yəni sübut deyəndə ki, bu faktdır. Fakt isə sübut deməkdir. İngilis dilini öyrənmək üçün 3 setim var idi. Tapşırıqlar, adətən 3 kitabdan ibarət, Oxfordun var idi, Cambridge'in. Mən onların demək olar ki, heç birində normal ailə modeli görmədim. Orada hamı bir-birindən boyfriend-girlfriend münasibətindədir. Yaşlılar belə, cavanlar belə. Bir-iki yerdə var idi, qoca ağsaçlılar, bunlar husband, yəni ki, ər-arvad. Qalan hamısı boyfriend-girlfrienddir. Başa düşmək lazımdır ki, qərb artıq cinsi partnyor münasibətində yaşayır bir-biri ilə. Yəni cinsi tələbatını ödəyən bir qarşı cinsin nümayəndəsi. Ona da alışandan sonra artıq eyni cinslilər və bunun müxtəlif kombinasiya məsələlərinə baş vurub gedirlər. Bunun bizim mədəniyyət üçün, bizim dəyər sistemi üçün heç bir uyğunluğu yoxdur. Bununla bağlı ona görə cinsi tələbatla bir-birini ödəyirlər. Ona görə deyir ki, bir gün sən yuyacaqsan bunu, bir gün mən yuyacağam. Bu ona kişi kimin baxmır, kişi şəxsiyyəti kimin baxmır, kişi cinsi kimin baxır. Amma bizim mədəniyyətdə mən bir yerdə qonaq qalmışdım. Qadınlar müəyyən iş görürdülər. Mən ev yiyəsinə dedim ki, bunların işi ağırdır, gedək biz də bunlara kömək eləyək. Dedi, dəymədi, özləri eləyirlər. Dedim, yox, vallahi onlara deyəsən ağırdır. Gedək, mən gedib onlara kömək eləmək istədim. Qadına dedi ki, müəllim, ayıtdır, yəni yaxın gəlmə. Qıraqdan qonşu zad baxır. Dedim, nədir axı, mən kömək eləmə. Eləmə, sən yerində dur. Yəni ki, bu bizə aid olan işdir, bunu biz eləyəcəyik. Onlar kişinin şəxsiyyətinə bu işi görməyi yaraşdırmadılar. Mənim onlara təklif elədiyim köməkdən imtina elədilər. Mən yaxınlaşdım ev sahibinə, dedim, nə oldu? Kömək eləyə bildim, dedim, qoymadılar. Dedi, onların işi var. İş görməksən ki, gedədə odunumuz var. Gedək yaraq odunu. Mən də pərt olmuşdum. Baltanı götürdüm, düşdüm odunların üstünə ki, Rusların bir maraqlı tədqiqatı var idi, nəticəsini deyim. Deyir ki, əgər evdə oğlan uşağı böyüyürsə və kişinin əlinin altında bir kişi işi yoxdursa, tabletkanı sındırsın, başlasın onu təzədən düzəltməyə. Amma gedib mətbəxdə qab yumasın. Bilirsiniz, bir var kişi cinsinə münasibət, bir var kişi şəxsiyyətinə münasibət. Peyğəmbərimiz bəlkə evi də süpürüb yoldaşı xəstə olanda, bəlkə qabda yuyub, çarığını da yamayıb, yəni bazarıq. Bilirsiniz, zəruriyyətdən yaranan bir şeylər olar. Yoldaşın hər hansı bir səbəbdən bunu bacarmırsa və ya çatdırmırsa, sən bunu eləməkdə kişilik şəxsiyyətinə heç bir xətər gəlməz. Amma kişi işi duran yerdə sən qadın işi görməli deyilsən. Ya da qadın bunu eləyə biləcəyi halda sən onu etməyəcəksən. Çünki, bax, necə deyim sizə, bir var ki, nəysə, qapıya bir adam gəldi, pis bir niyyətə. Sən də qab yuyursan, başa düşdün? Sən onun qarşısına necə çıxacaqsan? Bax, bunu bir təsəvvürə gətirək. Bir də sən odun yarırsan, başa düşdün? Qapıya pis niyyətli bir adam gəldi. Sən onun qabağına necə çıxacaqsan? Burada yazılmamış qanunlar var. İnsan şəxsiyyəti çox mürəkkəb bir şeydir. Önündə önlük, qab yuyan kişinin o kişinin qarşısına necə çıxacağını mən obrazım, yəni xəyalımda canlandıra bilmirəm. Pis niyyətə, məsələn, bir konfliktlə bağlı bir kişi gəlib, bu önlüyünü çıxardacaq, çıxalım qalın. Yox, amma bir kişi işi ilə məşğul olan bir adam çıxacaq onun qabağına. Və mən onu xəyalımda canlandıra bilirəm. Başa düşürsünüz? Yenə deyirəm, nəyisə eləmək bu ayıbdır, o anlamda yox. Kişi sən kişi işi tap özün üçün.
Və indi ən çox qadınların şikayət edən nədir? Bax, o qalıb kişi onu düzəltmədi, bu qalıb eləsin. Məcbur eləsin. Qoy kişi işi görsün o. Amma yox, qabı bu dəfə də sən yu, mən artıq sən yuya bildiyin halda mən onu niyə yumalıyam? Yox, səndə problemin varsa, qabı da yuyaram. Sənin üçün xəstəsən, ayağını da yuyaram sənin. Yəni insanıq. Hər nə lazımdır eləyəm sən. Amma normal vəziyyətdə bilmək lazımdır. Kişiyə aid olan işlər budur. Qadına aid olan budur. Bu bölgü dəqiq olmalıdır. Lazım olarsa qadın bütün kişinin funksiyalarını yerinə yetirə bilir. Kişi qadının funksiyalarını yerinə yetirə bilir. Zəruriyyət varsa, zəruriyyət yoxdursa, hər kəs öz işi ilə məşğul olsun. Bu bayaq dediyim kənddə qonaq misalı kimin? Dedi iş görmək istəyirsə, o da odunumuz var. Git yar. İmkan ver qadınlar öz işlərini görsünlər. Və mən bunu qəbul edirəm, doğru hesab edirəm, mən buna inanıram. Çünki gördüyümüz iş bizim hər halda şəxsiyyətimizə müəyyən öz təsirlərini buraxır. Bəli, mən artıq demək olar ki, suallarım bitdi. Bizim artıq ümumi sözümüzün özü olaraq bir neçə cümlələ yekunlaşdırsaq. Yekunlaşdırsaq, başladığım fikirlə yekunlaşdıracağam. Mən inanclı insanam. İnsanı, bəşəri yaradan var. Yaradan müxtəlif dövrlərdə, müxtəlif mədəniyyətlərə öz təlimatlarını verib. Amma nəhayətdə Peyğəmbərimiz Həzrəti Məhəmmədə, Allahın salamı olsun ona, Quranı onun vasitəsilə bəndələrə nazil edib və son ismarıcını verib. Bu sizin son kitabınızdır. Mən dininizi kamilləşdirdim. Bundan sonra onun bir hərfi də dəyişməyəcək. Yəni qiyamətə qədər siz bu dəyər sistemi ilə yaşayacaqsınız. İnsanlar istəyir ailə daxili münasibətlərdə, şəxsiyyətlər arası münasibətlərdə, hər bir şeydə, ünsiyyət və münasibətdə, davranışda Yaradanın onların fitrətinə uyğun verdiyi təlimata uyaraq yaşayacaqlarsa, həyatlarını yaşayacaqlar və cəmiyyət olaraq qalacaq. Yox, saxta, oradan-buradan götürülmüş dəyər, saxta dəyər, saxta qanunlar, saxta qaydalar, saxta ünsiyyət, saxta münasibətlər olacaqsa, xaricdəki kimin 2-dən artıq cinsi münasibətdə olan ailə modelləri üzə çıxacaq, eyni cinslərin münasibəti çıxacaq, nə bilim, heyvanlarla ailə qurmaq, indi süni intellektlə ailə qurmaq istəyənlər var, süni intellektlə dostluq eləmək, öyləsin dostluq sözüm yoxdur. Amma ailə qurmaq, ona vurulmaq, onu sevmək kimi məsələ çıxır. Yəni fitrətindən kənara gedəcəksə, insanın vəhşiliyinin, insanın eyməsinin, degradasiyasının sonu yoxdur. Einstein'in bir yaxşı sözü var, deyir ki, 2 şey xəyalımda canlandıra bilmirəm. Bir, kainatın sonsuzluğunu təsəvvür edə bilmirəm. Bir də insan axmaqlığının sonunu. Amma deyir, birincini yenə hərdən nə tərsə bir təhər modelini qurmağa çalışıram. Yəni, o birisi, insan fitrətindən zid, təlimatından zid hərəkətlərə gedərsə, onun axmaqlığının sonu kainatın sonsuzluğu yanında daha mürəkkəb bir şeydir. Odur ki, son deyərək budur. İnsan hər hansı bir məsələ ilə bağlı sual qarşısında olarsa, seçim qarşısında olarsa, çətinlik qarşısında olarsa, fitrətinə uyğun, təyinatına uyğun təlimatına baxmalıdır. Bütün cavablar orada var. Görmək istəyən görəcək, tapmaq istəyən, axtaran mütləq tapacaq. Allah razı olsun. Tamam, mən təşəkkür edirəm. İşlərinizdə xeyir, bərəkət arzulayıram. Dediklərimin heç biri Quran ayəsi deyil və dediklərimin çoxsunda da öz şəxsi ünsiyyət münasibətimdən də çıxış eləməyə çalışmadım. Əgər mənim dediyimdə belə Yaradanın ya Quranın hər hansı bir müddəsinə zid bir şey varsa, ondan ən birinci imtina edən mən özüm olaram. Çünki Yaradanın verdiyi təyinat və təlimata mən heç vaxt şəkk eləmirəm. Əgər ona zid bir şey eləyəndə də bunun səhv olduğunu, zəifliyimdən, acizliyimdən, hər hansı bir qəbahətimdən yarandığını da qəbul edirəm. Odur ki, ideal insan yoxdur. Sadəcə olaraq doğruya, düzgüyə can ataraq yaşamaq istəyən insan var. İnsan səhv edə bilər, tövbəsi də var, səhvini etiraf edib qayıtmağı da var və Quranın ən gözəl ayələrindən biri, məni dəfələrlə oxumuşam, amma hər dəfə bir ayə məni xüsusilə tutur. Son oxuyanda tutan ayə budur ki, Peyğəmbərə müraciətlə deyir ki, günah etməklə həddi aşıb özünə zülm edən bəndələrimə de ki, məndən ömrünü üzməsinlər. Tövbə etdikləri təqdirdə mən onların bütün günahlarını bağışlayaram. Bu insanlıq üçün bir ümid, bir pənah yeridir ki, Yaradanımız bağışlayandır, o bizə qarşı mərhəmətlidir. Səhv edə bilərik, amma
səhvimizə düz donu geydirməsək, etiraf edib geriyə addım atarıqsa, Yaradanın da bağışlanmasını ümid edə bilərik. Bizi dinlədiyiniz üçün çox sağ olun. Əgər videomu bəyəndinizsə, bəyənməyi, paylaşmağı və ətrafınızdakı insanlarla da bölüşüb onların da faydalanmasına dəstək ola bilərsiniz. Hələlik görüşmək ümidi ilə.